Salam aleyküm dostlar. Əvvəlcə sizə bu videonun niyə 4 dollar olduğunu izah edeyim, sonra kurulum videosuna keçək. Bu serverə girməyə mənə Braziliyalı bir adam dedi. 10 dollar at, 17 manat edir bizim puldan. 10 dollar attım, o öyrətdi. Mən ona görə onun pulunu çıxartmaq üçün 4 dollara videonun kodunu 4 dollara verirəm. İndi keçək kurulum videomuza. Sizin heç nə belə deyək də yükləməyinizə ehtiyac yoxdur. Sadəcə bir proqram var, onu yükləyəsiniz. Adı UG Pony'dir. Yazıb yüklüyorsunuz Play Market. Proqramı açırsınız. Buradan başlatı basın. Başlatı bastıktan sonra ben yerine gəlin ən aşağıda. Burada okudum ve kabul ediyorum ən aşağıda. Bunu işarələyin. Google ile giriş yapın. Buradan Google hesaplarınızdan birini seçin. Giriş etmək üçün Google hesabınız olmalıdır. Atla var üstə. Bura basın. Bunu atlayın. Burada aşağıda şimdi gelenler için ücretsiz hediye paketi var. Git ve ala basırsınız. Burada değiş var. Değişi basın. İnternetiniz de yaxşı olmalıdır bunun için. Burada gördüğünüz kimi ileri var. Bir dəqiqə. Burada EMS var. En düşük EMS seçməlisiniz ki donmasın. Məsələn, Germaniyanınki en düşük EMS'dir, amma burada da yer qalmayıb. Yer olan hansıdırsa düşük EMS'dir, onu seçin. Məsələn, burada Hong Kong qalıb, ona görə bunu məcbur bunu seçəcəyik. İlerini vurun, ödəyini basın. Gözləyin burada. Telefonunuz da biraz yaxşı olmalıdır ki, sürətli işləsin. Tez girə biləsiniz serverə. Kontrol etməyə basırsınız. Bunları gözləyin. Bunun üstünə tıklayın. Cloud Pony 1'in. Onayla deyirsiniz. Açılmasa bir neçə dəfə girib çıxmağa cəhd edin. Sonraki addım deyin. Burada korme yoxdur. Burada korme yoxdur, yükləməyiblər. Burada Google Play'in özünə giriş etməlisiniz. Sign in'ə basın. Burada gözləyin. Buradan öz hesabınızı yazın, daxil olun. Buradan qəbul edirsiniz, accept'ə basın. Bunu gözləyin. Yeniden başlatı basın. Burada korme yoxdur, ona görə kormeni əllə yükləməlisiniz. Sizin seçdiyiniz serverdə ola bilər ki, kormenin özü ola bilər, amma bunda yox idi. Buradan daha fazla anladığımı basırsınız. Burada bir şey göstərəcəm. Sizə 3 dənə link göndərəcəm. Məsələn, bu birinci linki, amma linke diqqət edin. Sonra Hmod spam ilə qutarır. Onu kopyalayın. Baxın, basılı tutun üstündən 3 nöqtəyə girin, kopyalanı basın buradan. Qayıdın proqrama. Burada metin göndər var. Bura basın. Bura təmizlənmiş formada olacaq. Bura paste deyin belə. Bunu yapıştırın, pasteni vurun. Şimdi axtarış yerinə gəlin. Burada kopyalanan bağlantı var. Üstünə vurun. Bu birinci yüklənəcək. İndi keçin ikinci linkə. Sonra Road Certificate Manager. Bunu da yenə həmənki kimi kopyalayırsınız. Bu Wi-Fi işarəsinin üstünə basırsınız. Metin göndər. Gördüyünüz kimi avtomatik özü bura yapışır. Paste deyirsiniz buradan. Bir daha gəlirsiniz bura. İkincini yüklüyorsunuz. Kopyalanan bağlantı. Sakla deyin. Belə yazsa sakla deyin. İndi üçüncü bu proxy droid həmənki kimi kopyalayırsınız. Yazan proxy droid yazan. Bunu telefonunuza promo yükləməyin. Bunlar bura yüklənməlidir. Telefon üçün deyil. Telefonda heç bir işiniz yoxdur. Sadəcə
Burada görməlisiniz işinizi. Burada yenə kopyalanan bağlantı deyirsiniz. Bu hər üçü də yükləndikdən sonra buradan çıxın. Daxil olursunuz Google Play-ə. Buradan Free Fire'ı buradan yüklərsiniz. Buradan Free Fire'ı yükləyin. Bir dənə də VPN yükləməlisiniz. Bacıq VPN yazırsınız. Baxın, Tenet Generation VPN. Bax, bu həmənkini yükləməlisiniz. Bunlar yüklənsin. Bunlar yüklənənə qədər bu yuxarını aşağı çəkib ya da buradan edə bilməsəz onu korumaya daxil olun. Bu basılı qala bilər. Bunda iptalı basın. Buradan indirilənlər bölümünə gəlin. Proxy Droid'i yükləyin. Ayarlara gəlin. Bu qaynaqdan izin verin. Geri qaydın. Yükləyəni basın. İkinci Root sertifikasiya meneceri. Bunu da yükləyin. Üçüncüyə artıq dəyməyin. Play Market'e geri qaydın. VPN yüklənib Free Fire'a baxaq. Sonra Free Fire'da yükləndi. Ortadan basın, geri qaydın. Uşaqlar, məndə proqramın özündə problem olduğu üçün mən Google'un özündən davam eləməyə çalışacağım indi. Free Fire'da girin, bir hesab açın. Hesabı açandan sonra çıxın Free Fire'dan. Yəni hesabı açsız oyunca da oynamayın. Sadəcə hesabı açın. Ana lobby'yə gəlin. Sonra da oyundan çıxın. Bu Wi-Fi şərəsinin üstünə basın. Burada kök yönetimi var. Kök yönetimi üstə basın. Burada özel uygulama olacaq. Buradan kök anahtarı, bunu aktiv edin. Tüm uygulamalarla işarətləyin. Sonra əlbəttəni basandan sonra bura yenidən başlayacaq. Android yazıb yenidən başlayacaq. Bura yenidən başladıktan sonra Proxy Droid proqramını açın. Burada host bölümü olacaq. Host bölümünə yazarsınız 5.249.164.25 tamam basırsınız. Port bölməsinə başqa şey yazılmış olacaq. Onu silin, 5001 olarak yazın. Sonra burada ən aşağıda, bura gələndə bu bağlı vəziyyətdə olacaq sizdə. Bunu aktiv edin. User bölümünə yazarsınız. Hmods. Mən yazdığım kimi də yazın. Password bölümünə isə şifrə bölümünə isə FREE, yəni free. Yazırsınız belə. Sonra çıxırsınız. Xbox'a gəlirsiniz və VPN'in özünə gəlin. Bunu basanda sizdən hesab istəyəcək bir dənə. Google'ı seçib Google hesabınızdan qeydiyyatdan keçin. Sadəcə Google hesabınızı üstünə toxunan kimi avtomatik qeydiyyatdan keçir. Bunu aktiv edin, sonra çıxın proqramdan. Proxy Draw'a gəlin. Bunu aktiv edin. Bunu belə aktiv edin. Yenə geri qaydın. Sertifikasiya meneceri var. Root sertifikasiya menecer proqramına gəlin. Burada proqrama girdikdən sonra OK vurub təzədən çıxmalısınız. Təzədən proqrama daxil olun. Burada üstdə fayl işarəsi var. Fayl işarəsini vurub Hmods PM. Bax, bu yazıya basın. Import bölümü var. Importa basın. Burada sizdə sertifikasiyaların köçürülüyü haqqında bir dənə bildiriş veriləcək. OK basın. Proqramdan çıxın, auto click yeri gəlin. Buradan tamamı basın. Bunun üstünə vurun. Hizmeti kullanın deyirsiniz. Aşağı düşüb izin verirsiniz buna. Sonra bu çoxlu hedef modunu açın. Buradan plusa 2 dəfə toxunun. Bunları qırağa gətirin. Girin Free Fire'ın özünə. Artıq sona gəlmişik. Baxın, bu birincinin üstə toxunun. Bunu 40 edin. Tamam, vurun. İkincini də 40 edin. Tamam, basın. İndi gözləyək. Baxın, burada bu ikini tamamının üstə qoyun. Bir də aşağıda olduğu yerdə qalsın. Mən qoydum yerdə. Bunu başladın. Bir neçə dəfə tamamı basandan sonra server avtomatik giriş edəcək. Açılmasa əgər işlem yönetiminə buradan gəlin. Bunu kapat, tümünü kapat deyirsiniz. Xbox'a gəlin, Xbox VPN. Bunu başladın yenidən. Proxy Draw'a gəlin.
Bunu da bir daha başladım. Sonra root sertifikasiya menecerə gəlin. Buradan yine qovluğa basın. Xmod PM import eləyin. Auto clickeri təzədən aktiv edin. Sonra donmamaq üçün, yaxşı işləmək üçün Wi-Fi şərəsinə gəlin. Auto clickerdir. Bunlar da root sertifikasiyası. Xbox VPN-i bağlayın, Free Fire-ə daxil olun və kef eləyin. Belə donma kasma ola bilər. Wi-Fi şərəsinə basılı tutun, geri çıxın, basılı tutun, geri çıxın. Ödəniş üçün də təşəkkür edirəm. Nəsə bir problem olsa mənə yazın, həll edin. Avrupa serveridir.